Hamiləlikdə əgər hamilənin qarnı ileriyə doğru sivri formadadırsa oğlan, əgər yanlara doğru daha genişdirsə qızdır. Əgər dölün ürək döyüntüsü dəqiqədə 140-dan çoxdursa bu qız, 140-dan azdırsa oğlan uşağı. Əgər hamiləliyin erkən dövrlərində daha çox və şiddətli ürək bulanma varsa, qız, daha az və ümumiyyətlə yoxdursa oğlan uşağı olur. Ana hamiləlik zamanı şirin qidaları daha çox istəyirsə bu qız, əgər duzlu qidalara meyillidirsə oğlan uşağı. Əgər ananın hamiləlik dövründə üz dərisinin vəziyyəti pisləşir, sızanaqlar artır və saçları solğunlaşırsa qız uşağı. Əksinə, əgər dəri daha parlaq və sağlamdırsa oğlan olacaq. Və Maya təqviminə görə aybaşının bəlli dönəmlərində əlaqədə olmaq, cinsi əlaqə zamanı bəzi pozisiyalarda olmaq cinsiyyəti təyin edəcək. Bütün bunlar fərziyyələrdir. Cinsiyyətlə əlaqəsi elmi cəhətdən sübut olunmayıb. Cinsiyyəti öncədən sadəcə süni mayalanma müalicəsi zamanı preimplantasyon genetik test, yəni köçürülən embrionların genetikasına baxmaqla təyin etmək olar.